Maraqlı sual necə amma baxaq. Əvvəlcə burada ümumi düstur çıxarsaq, görərik ki, baxın n məsələn burada 1-dir. N vurulsun, kök atdı n plus 1. Bu üstə gəlinsin nədir? N plus 1 vurulsun nə? Kök atdı n. Düzdürmü? Sürətdə də 1. İndi gəlin bunu o birisinin qoşmasına vuraq, yəni kəsrin qoşmasına vuraq. Amma ilk öncə mötərizə xaricinə çıxarsaq, kök altda n vuraq, kök altda n plus 1-i. Burada qalır kök altda n, üstə gələk kök altda n plus 1. Düzdürmü? Bunu aldıq və sonra nə qarırıq? Bunu digərinin qoşmasına vururuq. Qoşmasına vursaq bunu nə alınacaq? Kök altda n plus 1. Çıxaq. Məxrəcdə də alınır. Kök altda n vuraq. Kök altda n plus 1. Onu da vururuq. Kök altda n. Kök altda yox. Eləcə n plus 1 çıxaq n. Burada n-lər gedir. Bu da nəysə getdi. Bunu yazırıq. Kök altda n plus 1 bölək. Kök altda n vuraq. Kök altda n plus 1 çıxılsın. Kök altda n vuraq. Bölək, daha doğrusu kök altda n vuraq, kök altda n plus 1. Burada ixtisarlar gedir. Nəticədə alınır kök altda n-də 1. Çıxaq kök altda n plus 1-də 1. Və sadələşdirsək belə alınır. İndi n birincidə 1-dir. Yazırıq 1 bölək kök altda 1. Çıxaq 1 bölək kök altda 2. Sonra 2 yazsaq yerinə. Alınır ki 1 bölək kök altda 2. Çıxaq 1 bölək kök altda 3. Sonra yerinə yazsaq 3. 1 bölək kök altda 3. Çıxaq 1 bölək kök altda 4. Və ən sonuncusu n-i 2024 götürürük. Burada nöqtə qoymuşuq, yəni davam edir. 2024 kökdə təbii ki. Çıxaq 1 bölək kökdə 2025. Burada islahlar aparsaq, görürük ki, əks işarələr hamısı gedir. Qalır nə? Qalır ki 1 bölək kök altda 1, çıxaq 1 bölək kök altda 2025. Burada 1 alınır. Təbii ki, bildik ki 2025-dən də 45 çıxır. 45-də 1. 45-də 45 kimi yazsaq sonuncu nəticəmiz 45-də 44 alınır.